Esselamu Aleyküm əziz izləyicilər. Sizinlə yeni bir dərsə başlayırıq. Bu kitab böyük olduğuna görə dərsimiz biraz uzun olacaq təbii ki. Kitabın adı Peyğəmbərimizin sallallahu aleyhi və səlləm İslamı təbliğ metodlarıdır. Müəllif tarix elmləri üzrə fəlsəfə doktoru Abbas Qurbanovdur. Bismillah. Təbliğin əhəmiyyəti və məqsədi. Peyğəmbərlər insanların ən üstünləri və Allahın əziz bəndələridir. Uca Allaha dəvət Peyğəmbərlərin əsas vəzifəsidir. Buna görə də dəvət ən şərəfli vəzifələrdəndir. Allahın Peyğəmbərlər göndərməsi, onların vasitəsilə kitablar nazil etməsi və insanlara yol göstərməsi onun rəhmətinin təzahürüdür. Uca Allah Quran-Kərimdə belə buyurur: Ya Peyğəmbər, bu Quran sənə nazil etdiyimiz mübarək, xeyir-bərəkətli bir kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar. Sad surəsi 29-cu ayə. Bu Quran insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir Tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. İbrahim 52. Sən onlara Quranla öyüd nəsihət ver. Çünki öyüd nəsihət möminlərə fayda verir. Zariyat 55. Bu ayələrə görə təbliğin məqsədi insanlara öyüd nəsihət vermək, insanları düşündürərək ibrət almalarına çalışmaqdır. Allahdan başqa ilah olmadığı həqiqətini onlara öyrətməkdir. İnanmayanların axirətdə biz bundan xəbərsiz idik şəklindəki etirazlarına, öz əlləri ilə etdikləri əməlləri, qazandıqları günahları üzündən onlara bir müsibət yüz verincə, ey Rəbbimiz, bari bizə bir Peyğəmbər göndərəydin ki, biz də sənin ayələrinə uyub möminlərdən olaydıq deməmələri, mənim huzurumda mübahisə etməyin. Mən sizə dünyada Peyğəmbər vasitəsilə bu əzabı bildirmişdim sözü üçündür. Bu keçən ayələr Əraf surəsi 172, Qasas surəsi 47 və Qaf surəsi 28-ci ayələrdir. Təbliğin əsas məqsədi insanlara sadəcə Allah və Rəsulunu tanıtmaq, onları sevdirmək və bütün işlərdə Allahın rızasını və xoşnutluğunun axtarılmasıdır. Buna ixlas və səmimiyyət də deyə bilərik. Allah rızası üçün edilməyən təbliğ ruhsuz bədən kimidir. Əgər təbliğdə səmimiyyətimiz yoxdursa, müvəffəqiyyətdən söhbət gedə bilməz. Təbliğin digər məqsədi isə insanların qiyamət günündəki etirazlarının və irəli sürəcəkləri bəhanələrin önünü kəsməkdir. Həqiqətən Uca Allah insanlara Peyğəmbər göndərmədən əzab etməkdən münezzəhdir. Bu xüsus Quran-Kərimdə belə bildirilir. Biz Peyğəmbər göndərməmiş heç bir ümmətə əzab vermərik. İsra surəsi 15-ci ayə. Dini hökmlərin təbliğ edilməsi müqəddəs vəzifədir. Həzrəti Peyğəmbər bir hədisində belə buyurmuşdur: Alimlər Peyğəmbərlərin varisləridir. Buxari elm bir hədisi. Təbliğçilər ilahi hökmlərin insanlara çatdırılmasında Peyğəmbərlərin varisi, vəkili, naibi və xəlifəsidir. Onlar Peyğəmbərlər kimi insanlar arasında vasitəçidirlər. Onlar sadəcə Peyğəmbərlərin yox, eyni zamanda Allahın xəlifəsi və vəkilidirlər. Bəqərə surəsi 30-cu ayəyə əsasən. Vəzifəsi Allahı bəndələri Allaha sevdirmək, mənəvi və əxlaqi nizam-intizam yaratmaq, insanları tərbiyə etmək, aralarında qardaşlıq və dostluq əlaqələrini gücləndirməkdir. İnsanların öyüd nəsihətsiz buraxılması doğru yoldan çıxmalarına gətirib çıxara bilər. Çünki insan hər an yolunu aza bilən fitrətə malikdir.